Öz yeri var, kollektivdən getməyin öz yeri. Acilen buradan Elon Musk'a səslənirəm. Elon Musk, əgər məni eşidirsənsə. Bax, ikinci podiyez, 7-ci mərtəbə. Şərhlərdə yazın. Siz meyxanada nə fikirləşirsiniz? Hələ yiyin, mən 2 dənə də qutab demişəm adama. Bugün oğlumun, balaca oğlumun sinifi ilə gəzməyə gedirik. Şəhərə gedəcəyik, muzeyə, oradan da yemək yeyib qayıdacaq evə. Demək qızlar, ikinci oğlum 2-ci sinifi bitirdi artıq. Böyük oğlum da 4-cü sinifi bitirdi, buraxılış oldu. İnşallah bu yaxınlarda buraxılış vlogu da gələcək. Məhəmməd Əligilin sinifi heç vaxt gəzməyə getməyib. 2-ci sinifdə ilk dəfə idi ki, valideynlər müəllimədən xahiş elədi ki, getmək istəyirik, bəs uşaqlarla gəzməyə. Biz də razılaşdıq. Böyük oğlumun sinifində çox təşkil olunub. İstər gəzməklər olsun, istər bayramlar olsun. Valideynlərin öz təşəbbüsü ilə həmişə yüksək səviyyədə təşkil olunub. Ümumiyyətlə, mən uşaqlar üçün məktəb seçəndə çox araşdırma eləmişəm. Lap köhnə vloqlarda görərsiniz ki, biz Masazırda yaşayırdıq. Sırf oğlumun məktəbinə görə Sumqayıta yaxın bir yerə köçdü, yəni Saraya köçdü. Uşaqların məktəbinə görə mən çox araşdırdım. Bizim əslində Masazırda düz binamızın altında məktəb var idi və oranı da çox tərifləyirdilər ki, yaxşı məktəbdir. Amma mən biraz araşdırdım ki, İstədim ən yaxşısı olsun və şükür Allaha da razıyam. Hər iki övladımın hər iki müəlliməsindən də razıyam. İkisi də ürəyimcə oldu. Yəni uşaqlarım üçün çəkdiyim əziyyəti mənim çəkdiyim əziyyət qədər müəllimlər də həqiqətən əziyyət çəkirlər. İstər uşaqlara qarşı yanaşmasında olsun, mehribanlığında olsun, dərsə diqqətində olsun. Həqiqətən müəllimləri əziyyət çəkir və diqqət ayırır. Böyük oğlumun sinifində vəbşə çox əziyyətlidir. Çünki 50 şagirddir. Amma yəni heç kim narazı deyil. 50 valideynin heç biri müəllimdən narazı deyil. Uşağa diqqətindən, dərs keçmə metodundan heç kəs narazı deyil. Я уже много лет являюсь моряком, и если вы хотите узнать о моем опыте работы... Все моряки должны быть готовы. Допустим, сбрасываем капсулу в воду, она раскрывается, и вот таким образом люди помещаются в глубинный объем. Этот плод, он самый качественный на сегодняшний день. Ümumiyyətlə, gəzmək hər necə variantda olursa olsun, insan əhval-ruhiyyəsi üçün, insanın zehni üçün çox gözəl, müsbət təsir edən bir şeydir. Ən azından mənim üçün elədir. Gəzmək və yeni yerlər görmək mənə çox gözəl hisslər yaşatdığı üçün əvvəllər ümumiyyətlə kollektivlə çıxmağa çox da üstünlük vermirdim. Çünki uşaqlar körpə idi. Məsələn, maşını hardasa saxlatmaq məcburiyyətində qalırdım. Ya uşaq ağlayıb başqalarını narahat eləyirdi. Amma artıq uşaqların böyüdükcə istər qohumlarla yığışıb rayona getmək olsun. İnşallah getsək, onu da vloglayacağım. Planımız da var. İstər uşaqlarla, siniflə, valideynlə harasa getmək olsun. Hər birinin öz xüsusi insana yaşatdığı xoş hisslər var. Amma yeni şeylər görməyin insanın gözünə də, zehninə də sanki yeniləyir insanı. Ona görə ən azı yəni yaxın bir yerdə olsa mütləq gəzin. Mütləq gəzməyə gedin. Mən Gəmi muzeyində ilk dəfədə olurdum. Düşünürdüm ki, yəni adı gələndə və bir neçə insan da demişdi ki, darıxdırıcıdır. Düşünürdüm ki, yəqin ki, o qədər də maraqlı olmaz da. Amma istər qrafik olsun, işıqlandırma qrafikləri, oradakı eksponatlar olsun, fərqli idi, maraqlı idi və insanı yormayacaq şəkildə idi. İndi çəkə bildiyimi çəkib sizə göstərdim. Siz də görün, maraqlı yerlərdir. Getmək istəsəz gedin. Böyüklər 5 manatdır giriş, kiçiklər isə 2 manatdır. Sonra xanda yerləşir. Bana çok maraqlı oldu. Bu kadar maraqlı olacağını açıq düşünmürdüm. Beğendim. Ben de. Sen de? Ben de. Bak da mənzərə.
Belə gəldik, gəzdik, maraqlı oldu. Ailə ilə getməyin öz yeri var, kollektivlə getməyin öz yeri, uşaqlarla getməyin öz yeri var. Həqiqətən hamısının özünə məxsus bir dincəlməyə bir istirahəti var. Maraqlı oldu. Gözlədiyimdən daha maraqlı oldu açıq. Belə. Kanalıma abunə olun. Mütləq mənim üçün çox vacibdir. Mənə çatdıraq. Sənə necə çüsvət elətdirdi buraya gəlməyə? Pis. Çok, her şeyden narazı oğlum. Niye? Buramdan böyle. Ama benim kasıma geldi. Buramdan böyle. So cool, so cute. Trivo yogurt. Gelin kasadan. Mola da geldik, burada yemek yedik, gezdik. Şimdi yavaş yavaş gözlürük, o bu seferlerine de gelsin, artık yığışmışıq. Eve doğru gedirik. Dəstək üçün bəyənin, komment yazın. Mən demirəm ki, belə qeyri-adi, nəsə qəribə, ekstravagant bir şeyləri paylaşacağım. Günlük həyatımı paylaşıram. Mənim işlərimi asanlaşdıran fikirlərimi paylaşıram. Öyrəndiyim, sonradan qazandığım bacarıqlarımı paylaşıram ki, bəlkə kiməsə də motivasiya olar, kimsə də ona nəsə götürüb qabağa gedər. Bu yolda mənə dəstək üçün sadəcə kanalıma abunə olmağınız və mənə dəstəkləməyiniz mənə çox böyük motivasiyadır. İnşallah daha da gözəl şeylər olacaq. Birlikdə böyüyəcəyik. Belə. Demək qızlar, gəzintidən gələndən sonra mən çox yorulmuşdum. Yatdım, dincəldim, durdum, çay içdim, biraz paltarlar var idi, onlara qattaladım. Sonsuz bitməz, tükənməz bir paltar döngüsü var. Bu bütün qadınların şikayət elədiyi mövzudur. Acilən buradan Elon Musk'a səslənirəm. Elon Musk, əgər mənə eşidirsənsə, paltar barəsində bütün problemləri həll eləyən bir dənə robot hazırla və ucuz olsun biz də Allah. Deməli, nəsə, paltarları yerbəyer elədim. Ruslan gəldi. Dünən bizə söz vermişdi ki, bugün bizi çaya aparacaq. İndi gedirik çaya. Mənim Sumqayıtda bəyəndiyim bir çay yeri var. Açıq havadadır, ancaq yayda olurdu orada çay yeri. Bilmirəm niyə oranın o aurası. İndi gedəndə sizə göstərəcəm. Çox bəyənirəm oranı. Gedirik orada çay içməyə. Baxaq görək necə olacaq. Yorğunam, amma mövzu gəzməkdirsə durub sırası gedə bilirəm yəni. Bu da mənim özəlliklərimdən biridir. Və belə görünürəm, lookum belədir. Bunu mən Trendyoldan almışdım 80 manata. Organza hicab. Bu əslində başqa hicabın altıdır. Nairə xanımdan almışdım. Bunu Bershkadan almışam. Bunu New Yorker'dan almışam. Elə bu ayaqqabıyla gedəcəm. Evdə remont gedirdi deyə bunun altını yumuşdum, evdə geyinirdim. Ucu demək olar ki, ev artıq təmizdir. Daha toz şeyləri qalmayıb. Ona görə bunu geyinəcəm çölə. Yəni necə oldu oğlum gəzinti? Qəşəng. Nə xoşuma gəldi. Ciddi gəmilərdə o iPadlar arasında kartalara vurur. Yeni yermək görürlər, maraqlı. Yeni yermək gördülər. Yerlər görmək maraqlı. Sən də stopa qoy özünü. İqra var idi, iqra. Yəni meyxana barədə nə düşünürsən? Meyxanaçılara deyərdi ki, meyxana nə demək? Yəni musiqiçisən, musiqi oxusun. Sözdüsə söz desin. Göz axıra qədər deyim. Oy bu, gedib evində danışa bilməzsən ki, sən burada alo necəsən? Lazımdır hamıya.
Sen. Deyirlər bir. Mama. Onlar gələk süfrəyə. Yo, Onlar gələk çay içək. Elə deyil oğlum meyxana. Da bu evdə danışmaq olar da. Kim sənə deyir ki, elədir? Özüm bilirəm. Yo, elə deyil, səhv bilirsən. Və necədir? Sən denən bizə necədir? Meyxana. Belə deyil. Şeir oxumusan? Hə. Ölmüsən şey Qoy bir dənə deyilsən. sən də indi dedin öz arqumentini, qoy da öz argumentini desin. Diskussiya qarşılıqlı olmalıdır. Bax, meyxana elə bil 2 dənə şairin şeir yazma bacarığı olan adamın bir-biri ilə şeir formasında danışmasıdır. Sənə deyirəm ki, Əli 1 + 1 neçə edir? Sən Amma onlar bilirsən belədir. ki, o onun Bir üstə gəl bir neçədir? Hə. 12. Ay başdan xarab, ona şeiriyyat deyirlər də, şeir, qafiyə. Belədir. O riyaziyyatçıdır. Onu heç cür onu başa sala bilməzsən. Şeiri ona başa sala bilməzsən. Əsl riyaziyyatçı, o qafiyələrdən. Bir dənə şey eşitmişəm belə deyil. Amini Petutra. Nədir? Nə deməkdir? Nə deməkdir o? Nə deməkdir? Şes tutra. O yaxşı musiqidir. Yox, Amma meyxana nədir? Oğlum, musiqinin Mama necəsən? Moy padyez, 7 etaj. Mahnıya bax. 2-ci padyez, 7-ci mərtəbə. Sən nə? Mən də görmüsən mən meyxanaya qulaq assam. Mən də qulaq Yox, asmıram. burası mən meyxanadasın. Ay, mən də qulaq asmam. Prosta mənim dediyim nədir? Əgər sən meyxananı xoşlamırsansa, xoşlama. Yoxsa onun dalıca da niyə pis danışırsan? Pis danışmaz ki, dedi ki, mən başa düşmürəm onun məntiqini. Başa- Niyə söhbət Yox, lağ edirlər eləyir muzika axı. Lağ arxasında? eləyir axı. Lağ eləmək lazımdır. Basketbolistə, futbolistə lağ edir ki, buna bax. Başdan xarablar. Qatır oysa bu. Bilyard oynayan deyir ki, mən ki ilə şarı vururam da. Bunlar əli topu götürür, qaçır ora, vurur, qapçı tutur deyir. Ay, düz olmadı. Təzdən qaçır dala. Təzdən yenə də topu götürür, qaçır qaba. 90 minut 22 безмозглых людей бегут за одним мячом. Futbola da bilyardçılar, tenisçilər belə baxır. Meyxanaçılar. Şərhlərdə yazın. Siz meyxanadan nə fikirləşirsiniz? Meyxana yaxşıdır, pisdir. Nə fikirləşirsiniz? Mən fikirləşirəm ki, Hə, sən nə fikirləşirsən? musiqi üstündə salam bəs siz nə fikirləşirsiniz? Yazın şərhlərdə, mən bilmirəm. Yazırsınız ki, top çıxdı. Mən Oğlum bir şey soruşuyorum senden. Bu hara getdi? McDonald's. Yo, ondan qabaq o cəmi məmi nə idi? Mən orada heç olmamışam. Cəmizəydi. Cəmiyi göstərdilər. Necə quruluşu, kapitanı. Maraqlı deyildi. Niyə? Axı sən Muriyə həvəsin var. Vadaya həvəsin var. Müjən o vadada plan. Svizat öyrədirlər. Necə svizat? Hə. Orada şnurki, bir də ideal şnurki eləmək lazım idi. Sən o matroslardan, gəmidə işləyənlərdən bir dənə şey danışım. Təzə gələn əsgərləri orada prikol eləmək üçün bilsən nə edirlər? Əsgər gəlir birinci gün gəmidə olanda deyirlər ona ki, o da soruşur da komandirindən ki, mən neyniyim, nə işlə məşğul olum? Əlinə bir dənə taxta verirlər ya da süpürgə. Deyirlər ki, gəminin o lap ucu var, belə uc hissəsi, qabağı. Deyirlər ki, get dur orada, süpürgə ilə havanı belə elə, duman aralansın, biz qabağı görək. Navi çok əskər də gedir, durur, orada başlayır belə, görür camı gülür, ondan sonra bilir ki, bu ilə şey edirlər. Rofl. Rofl deyirlər ona. Çox Prikala var etsin. hə, rofl. Hər təzə əskərin başına elə oynatırlar orada. Sağ ol oğlum. Var ol balam. Mən çay süzdüyüm üçün çox. Müğənni bir çiçəklərin gözündə intizar, yəni skulka, bu plaza. И глаза как море, синее море. Я там тону.
Son bəsdir də. Uzun çəkim. Əli yuyun. Mən 2 dənə də qutab demişəm ona. Əli.